Hə. Bu Azərreyl Voleybol Klubunun prezidenti Ramin Əzizovlara, bax onun müsahibəsinə qısa bir nəzərdir. Deməli, belə bir şey var. Kişilərdən ibarət Azərreyl klubu, bilirsiniz, tarixdə ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsindədir. İndi də Serbiya çempionu Radnitski ilə cavab oyununa çıxırlar. Düzdür, Bakıda 0-3 uduzdular, amma klub prezidenti Ramin Əzizov bu müsahibədə deyir ki, hələ ümid var. Yaxşı, bəs bu söhbətdən əsas nə çıxır? Gəlin baxaq. Birincisi, baxmayaraq ki, uduzublar, Əzizov çox nikbindir. Hə, deyir ki, Serbiyada 3-0 ya da 3-1 utsaq, qızıl set şansımız yaranır. Amma bilirsiniz, əsas məsələ o deyil hətta. Əzizov deyir ki, nəticə nə olur olsun, Azərreyl onsuz da tarix yazıb Çempionlar Liqasında oynayan ilk kişi klubumuzdur. Bu elə özü böyük işdir də. İkincisi, və bu həqiqətən maraqlıdır, deyəsən Azərbaycanda kişi voleybolu dirçəlir. Əzizov deyir, düzdür, qadın voleybolu həmişə güclü olub, amma son 3 ildə kişi voleybolunda ciddi irəliləyiş var. Yəni, Çempionlar Liqası səviyyəli klub, milli komanda var, həm də gələcəyə fikir verirlər. U14, U16, 18 komandaları. Bu yaxşı əlamətdir, hə? Və nəhayət üçüncüsü, Əzizovun özü. Bilirsiniz də, o keçmişdə tekvandoçu olub, dünya, Avropa mükafatçısı, hətta London Olimpiyadasında iştirak edib. İndi isə voleybolda. Niyə? Cavabı belədir ki, deyir, inanıram ki, burada faydalı ola bilərəm. Və gördüyü işdən klubun həm kişi, həm qadın komandalarının çempionluğundan, Avropa səhnəsində olmasından zövq aldığını deyir. Yəni qısası, bu müsahibədə həm komandanın tarixi çıxışı var, həm kişi voleybolunun gələcəyi, həm də Ramin Əzizovun öz motivasiyası.